Növbəti mövzumuz müəllimlər parçanın emalı texnologiyası bölməsindən parçadan məlumat hazırlamaq üçün iş yeri, alət və tərtibatlar mövzusudur. Parça ilə əl işlərinin yerinə yetirilməsi üçün bizə alət və tərtibatlar qoyulmuş masa lazımdır. İşin icrası zamanı da yalnız emal edilən material və həmin işin icrası zamanı lazım olan alət və tərtibatlar masa üzərində olmalıdır. Əl işlərinin yerinə yetirilməsi zamanı düzgün oturuş qaydalarına diqqət yetirmək lazımdır. Əgər biz bu düzgün oturuş qaydalarına əməl etməsək, hansı hallar baş verə bilər? Gövdənin düzgün olmayan vəziyyəti yorğunluğa səbəb olur, iş qabiliyyətini aşağı salır, həmçinin belin bükülməsinə, onurğa sütununun əyilməsinə, görmə qabiliyyətinin zəiflənməsinə və baş ağrılarına səbəb ola bilər. Bəs biz iş zamanı hansı düzgün oturma qaydalarına əməl etməliyik? İlk öncə qan dövranı pozulmasın deyə ayaqlar bütün pəncə boyu döşəməyə dirənməlidir. Daha sonra gövdəni düz və ya biraz irəli əyərək oturmaq lazımdır. Baş biraz qabağa əyilməlidir. Sinəni masaya dirəmək olmaz. Qolları dirsəkdən bükülü vəziyyətdə qoyulmalıdır. Yəni qollar dirsəkdən bükülü vəziyyətdə olmalıdır, amma masanın üzərinə qolları qoymaq lazım deyil. Gözlərdən məmulat arasındakı məsafə təxminən 30 sm olmalıdır. İş prosesi zamanı gövdənin vəziyyətini vaxtaşırı dəyişmək lazımdır ki, yorğunluq halları baş verməsin. Bir də müəllimlər, iş zamanı emal olunan detalın üzərinə işıq sol tərəfdən və yaxud da ki, düz üstündən düşməlidir. Bir daha təkrar edirəm, işıq emal olunan detalın üzərinə sol tərəfdən və yaxud da ki, düz üzərinə düşməlidir. Bu, parça ilə əl işlərinin yerinə yetirilməsi zamanı düzgün oturma qaydalarımız oldu. Parça ilə işləyən zaman bəs bizdə hansı alət və tərtibatlar lazımdır, onlara nəzər salaq. Santimetrli lent. Santimetrli lent yumşaq və elastik olmalıdır, amma dartılmamalıdır. Santimetrli lent ölçülərin götürülməsi, həmçinin parçanın uzunluğunu, enini ölçmək üçün istifadə edilir. Şəffaf kağız. Şəffaf kağız, kalqa kağızı da deyirik buna. Ülgülərin köçürülməsi üçün istifadə edilir. Daha sonra, əgər bizim əlimizdə şəffaf kağız yoxdursa, onu əvəz etmək üçün polietilen plyonkadan da istifadə edə bilərik. Xəttkeş. Xəttkeş tikilən məmulatın çertyojunu qurmaq, ülgünün üzərində qısa kəsikləri ölçmək, ilmələrin və tikişlərin emal paylarının nişanlanması üçün istifadə edilir. Parça üçün qayçı, dərzi qayçısı parçadan tikiş məmulatlarının biçilməsi üçün nəzərdə tutulub. Kağız üçün olan qayçı isə ülgünün detallarını kəsib çıxarmaq üçün lazımdır. Dərzi təbaşirləri, müəllimlər, dərzi təbaşirləri biçmə zamanı ülgünün detallarının kontur boyunca nişanlayırlar. Sancaqlar bəs nə üçün lazımdır? Sancaqlarla biz ülgünü parçaya bərkidir, parça qatlarını və tikiş detallarını sancaqlayırıq. Bəs əl tikişi iynələri nə üçün lazımdır? Əl tikişi iynələri ilə tikmə və kökləmə aparmaq üçün istifadə edilir. Bu iynələr müxtəlif uzunluqda və qalınlıqda olur. Tikdiyimiz parça nə qədər nazikdirsə, bir o qədər incə, nazik iynə seçmək lazımdır. Qısa tikiş addımı ilə tikmək üçün qısa iynələrdən, uzun tikiş addımı ilə tikmək üçün uzun iynələrdən istifadə edilir. Uzun iynələr həmçinin müəllimlər kökləmək üçün istifadə edilən iynələrdir. İynələri seçən zaman onların hamar və düz olmasına fikir vermək lazımdır. Çünki paslı, ucu zədələnmiş iynələr parçanı korlaya bilər. Daha sonra oymaq nə üçündür? Oymaq iynə və sancaqlarla iş zamanı barmaqları zədələnmədən, deşilmədən qorumaq üçün istifadə edilir. O sağ əlin orta barmağının ölçüsünə uyğun seçilməlidir və seçən zaman diqqət yetirmək lazımdır ki, oymaq barmağımıza kip otursun. Tikiş sökən nə üçündür? Tikiş sökən də ki, müəllimlər, maşın və əl tikişlərini sökmək üçün nəzərdə tutulmuş alətdir. Daha sonra burada göstərilib kiçik çarx.
Kiçik çarx, müəllimlər, ülgü xəttlərinin parçaya köçürülməsi üçün istifadə edilir. Baxın müəllimlər, ülgü xəttlərinin parçaya keçirilməsi üçün, ülgünün detallarının konturunun parça boyunca nişanlanması üçün biz dərzi təbaşirlərindən istifadə edirik. Ülgü xəttlərinin parçaya köçürülməsi üçün həmçinin biz kiçik çarxdan da istifadə edirik. Parça ilə əl işlərinin yerinə yetirilməsi zamanı bəs biz hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? Onlara nəzər salaq. İşə başlamazdan əvvəl iynə və sancaqları saymaq lazımdır. Əyri küt və paslanmış iynə və sancaqları büküb atmaq lazımdır. Daha sonra qayçının itiliyini yoxlamaq lazımdır. Qayçının itiliyini əllə yoxlamaq olmaz. Yəni kəsik parçalar üzərinə və yaxud da kağız üzərində onun itiliyini yoxlaya bilərik. İş zamanı iynə və sancaqları iynə qabında saxlamaq lazımdır. Onları parçaya sağdan sola və ya özünüzdən əks istiqamətdə batırmaq lazımdır. İynə və sancaqların ağza almaq olmaz, paltarlara batırmaq olmaz. Tikmə zamanı da barmaqları zədələnmədən qorumaq üçün oymaqdan istifadə edilməlidir. Qayçıları masanın üzərində özünüzdən sol tərəfdə ağzı bağlı halda qoymalıyıq. Qayçını kiməsə ötürən zaman halqaları qabağa yönəltmək şərti ilə ötürməliyik. İşi bitdikdən sonra biz iynə və sancaqları yenə saymalıyıq ki, işin əvvəlindəki sayı ilə eyni olsun. İşimizi bitirdikdən sonra qayçını yerinə, yəni iş qutusuna, öz qutusuna qoymaq lazımdır. Bunlar da parçanın emalı zamanı, əl ilə emalı zamanı yerinə yetirməli olduğumuz təhlükəsizlik iş qaydalarıdır.